fərq var müşriklərin əməlini istəmək, sevmək, müşriklərə bənzəmək istəmək. Bir də var yox, sadəcə sən başqa şey istəyirsən, amma əməlin bənzəyir. Yəni, şəkil bu da qadağandır. Yəni, məsələ, tutaq ki, sinəsində 4 nömrə mayka yazılan bir kafir gördün. Və sən sevdin onu, o kafiri. O kafiri sevdiyinə görə o 4 maykalı, 4 rəqəmli maykayı da geyindin. Bu nədir? Artıq burada qəsd nə oldu? Kafirə bənzəmək oldu. Çünki o kafiri sevdin sən, ya idmansıdır, ya nədir, fərqi yoxdur. Məşhur birisidir və geyindiyi maykada da 4 rəqəmdir. Sən də onu sevdiyindən dolayı ona oxşamaq üçün geyindin bunu. Biri də var, sən 4 rəqəmi gördün, məsələ, yadına 4 Raşidi xəlifələr düşdü. Dedim ki, mən də bunu taxım geyinim, Allah məni buna görə sevər. Çünki Allah Taala Raşidi xəlifələri sevir və Peyğəmbər s.ə.v onları sevir, onların fəzilətini qeyd edib və s. Yəni, zənn edirsən ki, bu belədir. Görsən, iki şey arasında fərq var, elə deyilmi? Zahirən əməl eynidir. Zahirən əməl eynidir, elə deyilmi? İkisi də nədən götürdülər bu feili? Kafirdən götürdülər, elə deyilmi? İkisi də kafirdən götürdülər. Lakin birisinin qəsdi başqadır, o birisinin nədir? Qəsdi başqadır.